Hərəkətdə olan avtobus qəfildən alovlanıb. Əraziyə dərhal yanğın söndürənlər cəlb olunub. Hadisə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu Saray qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Dəhşətli yanğın hadisəsi Bakı-Quba yolunda baş verib. Belə ki, 9 nömrəli avtobusda güclü yanğın hadisəsi qeydə alınıb. Xoşbəxtlikdən ölən və xəsarət alan olmasa da ancaq avtobus yanaraq kül olub. Alovlanan 9 nömrəli sərnişin avtobusunun sürücüsü bildirib ki, hadisə zamanı nəqliyyat vasitəsində heç kim olmayıb. Maşın boş idi, heç kim yox idi, bomboş. Gəlirdim, Saray postuna çatdırdım. Gördüm, arxadan tüstü gəldi. Çəkdim maşını gördüyünüz kimi qıraqda saxladım. Arxadan alov çıxdı, yandı, belə. Yəni içəridə insan... Heç kim yox idi, bomboş. Yəni belə birdən-birə bu boyda vəziyyət olması, yanmasın... Vallahi mən bilmirəm, birdən alışdı, çəkdim, heç kimcə kömək də satanmadı, elə yandı. Qəfil alışdı. Sərad, biz bazar alışdı, 5 dənəsini yandı qurtardı maşın. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın söndürənlər tərəfindən avtobusda baş vermiş yanğın söndürülüb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Nizami Rəsulov, Kəmal Əlimuradova, Xəzər xəbər.